Ise bu videodaki mövzumuz 7. sinif İngilis dili böyük summativ qiymətləndirmə 2. Space sözünün mənası boş yer deməkdir. Quiet sözünün sinonimi silent. Düzgün sözü seçin. I can't watch this movie. Bu deməli kinoya baxa bilmirəm. Okay. It is terrifying. Qorxuludur. Düzgün adjective istiyor. This article is done. Zendirsə deməli müqayisə dərəcəsi more difficult. He was very hungry. He wanted to eat something. Ona görə də deyir, acmışdı, ona görə də getdi nəsə yeməyə. Altından düzgün sözün altına xətt çəkin. To visit it. He was enough happy, too happy. Həddən artıq çox xoşbəxt idi. Enough-dan happy-dən işləməsini bilirsiniz də. Enough sifətdən sonra işlənir. To isə happy-dən əvvəl. Yəni sifətdən əvvəl. The weather was hot yersiz olmaz. Hot, enough. Sifət üstə yəni enough. Honest, serious people always tell the truth. Deməli, dürüst adamlar həmişə honest, yəni dürüst adamlar həmişə həqiqəti danışır. People always think positively. Pozitiv düşünür, optimistik insanlar. Deməli, are about unusual, exciting or dangerous activities in exotic places, adventure films, macera kinoları. We have enough time as the concert starts. Cədvələ görə təyin olunmuş hərəkət, cədvələ görə təyin olunmuş hərəkətlər ilki sadə zamanda işlənir. What does will express in the given sentence? The exam will definitely easy for you. Future prediction da burada. Will definitely be easy. Cümlədə də səhv var. Promise söz vermir ki, mümkünatı yəqinliyi də demir. Negativ qətiyyən deyil. Future prediction'dır. Yəni gələcək haqqında predict eləyir ki, belə ola bilər. Uyğunlaşdıraq. Freezing, very cold. Exhausted, very tired. Enormous, very big. Participle adjective. Let's go to watch this film. It's very interesting. He was tired. İnsanlara aid olan id ilə bitir. Əşyalara əsasən aid olan ing. Hadisələrə aid olanlar ing ilə. I don't want to do. Ütüləmək istəmirəm. Çox yorucudur. These books are boring. Let's change them. He was bored. Tech question, you are a manager, aren't you? Aren't you? We could play the piano, couldn't we? He won't pass the exam, will he? She likes cats, doesn't she? Maria was in London, wasn't she? Conditional, if you stand in the rain, you will get. If it does its task, you will go. Boxing Day is a day of presents. Deməli, qutulaşdırma günü, hədiyyə günüdür. Qablaşdırma günü, nə bilim, paketlə. The British celebrate it after the day of Christmas on December 26. Britaniyalılar deməli, dekabrın 26-sından sonra bu günü qeyd edirlər. Traditionally, Boxing Day was a day for fox hunting.
Bu gün ənənəvi olaraq deməli tülkü ovlama günü olub. On that day horse riders dressed in red and white hunted foxes. Deməli qırmızı və ağ geyinmiş at sürənlər həmin bu günü deməli tülküləri ovlayırdılar. A number of dogs accompanied them. Çoxlu itlər onları müşayiət edirdi. Later many hunters objected to killing foxes for fun. Sonra isə bir çox ovçular tülküləri əyləncə üçün öldürürdülər. They thought it was cruel. Onlar düşünürdülər ki, bu qəddarcadır. In November 2004, many people voted to forbid hunting. Deməli 2004-cü ildə bir çox insan səs verdi ki, bu ovçuluğu dayandırsınlar. Nowadays on this day families watch sport events or play board games. İndi bu gün insanlar, ailələr idman deməli tədbirlərini istəyirlər ya da ki özləri çöl oyunları deyəndə çöl oyunları yox, deməli lövhə üzərində oyunlara üstünlük verirlər. Yəni məsələn şahmat və sair tipli oyunlar. Choose the best title for the passage. Boxing Day. To ride means to choose an animal. Heyvan seçmək. Xeyr, to kill animals. Heyvanları öldürmək. Xeyr. To travel on a horse or a bicycle. At üzərində və ya at sürmək, yəni velosiped sürmək, belə budur. Not allowed to do something. Hər bir şey etməyə icazə verməmək, bu da deyil. What does an underlined word deməli nəyə ifadə edir, nəyə aiddir, altına xətt çəkilmiş söz. Deməli, they, baxaq orada haradaydı o altına xətt. They thought it was cruel. Later many hunters, many hunters. Onlar əvvəlcə əyləncə üçün eliblər. Biraz mətndə məntiqi ümumiyyətlə rabitə problemi var. What do people do nowadays on Boxing Day? İndidir boksi hədiyyələr günündə insanlar nə edirlər? They watch sport events or play board games. Və bu videoluq bu qədər. Sağ olun.